Arkadaş oyundan evvel deyərsin. Aha oyundan evvel bilməmişəm. Sən onun haberiydi. Sen bu müqaviləsi var, reglamenti pozmuşsun. Tale oynasın Ralminlə. Mən yine Fuat'da cavab olmam. Onda da 20 tane metreden yaptın. Ben de sen olma. Ama sen de bana geldi. Ben bir şey bakıyorum. Welcome to the Media Liga. Media Liga. Alright. Bak dinle meydan yanır, fit çalınır ve oyuna hazır. Sahnede ulduzlar var, kamera çekir, tarih yazır. Tribuna coşur, hey hey fan klub ses ver. Gelsin avansın, susma ses ver, ses ver. Come on benim gazı. Həsən Hüseynov da, Həsən. Deməli, soldan Fuat, Mihal, Qardaşov, ortada. Ev yok, padeşke veri. Bir yerde Şemkir yok zarafat. Bir dakika. Black Bulls gelir. Dostlar karşılayın White Wolves, Black Bulls, Hunger Game ve Dakansa komandaları sizin için Asko Arena'da Media Liga'ya hoş gelmişsiniz. Media Liga. Farkı yoktur kimsenden siz oyunu bu göster Media Liga. Burada ne diyeceğim farkı yoktur herkes burada kalıyor Liga. Farkı yoktur kimsenden siz oyunu bu göster Media Liga. Burada ne diyeceğim farkı yoktur herkes burada kalıyor. Hər vaxtınız xeyir xanımlar və cənablar. Ümid edirəm sağlamlığınız və əhvalınız tam olaraq yerindədir. Azərbaycan Media Liqasının ikinci mövsümü start götürür və ilk yarımfinal oyununun şərhində Black Bulls White Wolves oyunundan sizi salamlayırıq. Və ilk olaraq Black Bulls komandasının heyətindən başlamaq istəyirəm. Vlad, Elhad, Altun, Elnur, Mahir, Muhammed, Hacı, Fuad, Cavad, İbrahim və Vüqar komandanın baş məşqçisi Elnur Səmədzadə. Və təbii ki, vaxt itirmədən onların rəqibləri White Wolves komandasına keçid edirik. Qapıda Həsən, Ruslan, Maga, Maksim, Fuad, Nihat, İlkin, Emin, Real, Rauf və komandanın kapitanı Sabo. Vüqar Nadirov başlayan kimi topu mərkəzdən qapıya vurmaq istəyirdi. Biraz ona dəqiqlik çatmadı. Vüqar yenə cinahla irəliləyir. Vüqarın zərbəsi və top qapıdan azacıq yan keçdi. Bəli, və buna cavab olaraq dərhal White Wolves komandası cavab verir. Emin'dən Trivello zərbəsi, amma qapıcı bu zərbəyə hazır idi. Çox dinamik oyun izləyirik. Vüqar Nadirov yenidən sağ cinahdan cərimə meydançasına daxil olur. Cərimə zərbəsi. İbrahimlə Sabir hardasa oturub normal mərc eləmişlər deyənə. Uduzanın nəsə moşlu qonaqlığı var, ona görə də çox prinsipal oyun izləyirdik biz. Oy, bu mənə Milan derbisindən bir fotonu xatırlatdı. Mahir Şükürov cərimə zərbəsini yerindən yetirmək istəyir. Pas verir Hacıdan zərbə və qapıcı. Bəli, ümumiyyətlə Hacının bugünkü performansı həqiqətən də fantastik idi. Onu veteran futbolçulardan heç nəyə fərqləndirmək olmurdu əslində. Çox aktiv idi və çox əla koordinasiyası var Hacının. White Wolves komandasının hücumunu izləyirik. Royal Nəcəfovdan ötürmə gözləyirdik, amma göstərdi, necə deyərlər, amma vermədi. Ötürmə Rauf Əliyev topu itirirdi ki, Mahir Şükürov ondan topu alır və Black Bulls komandasının əks hücumu. Mahir deyir ki, mən qocalmamışam. 100%. Və burada dərhal deyəsən zədə görürük biz. Bəli, Elhad zədələnmişdi o epizodda. İsə Mahirlə toqquşmada bu baş verdi. Amma xoşbəxtçilikdən heç bir ciddi qayda pozuntusu və yaxud
zədə yox idi və oyun davam edir. White Wolves komandası sağ cinahdan Ruslan Əmircanov və Elhadla orada bir qızğın mübarizə getdi. Məncə burada qayda pozuntusu var idi. Ola bilər, amma hakim susursa deməli heç nə yox idi. Maksim mərkəzdən topu Sabirə verir. Sabir səhvən topu Vüqar Nadirova ötürür. Zərbə və top müdafiəçiyə dəyir. Burada da altı oldu. Dizim. Çox yəni amansızcasına davam edən və çox prinsipal bir oyun oldu əslində hər iki komanda tərəfindən. Ona görə də bax bu emosiyalar, bu məqamlar olduqca normaldır. Yeri gəlmişkən burada hər iki komanda arasında olmuş bir danışıq var idi. Razılaşmışdılar ki, yaxından vurulan cərmə zərbələrini keçmiş peşəkar futbolçular yerinə yetirmir. Amma çox maraqlı bir məsələdir bu yaxın məsafə hansı kriteriyalara, hansı meyarlara görə ölçülür. Bu cərmə zərbəsini gözləyir, Hacı topu buraxır və Məhəmməd zərbəni vurdu, amma top qapı ya ümumiyyətlə çatmadı, top canlı sətdə. Mahir Şükürov ötürmə edir. İbrahimovic demək istəyirdim mən belə akrobatik zərbədən sonra. Amma topa da yaxşı vura bilmədi və qapıçını da qeyd eləmək lazımdır. Bu çox da asan olmayan topu çıxardı. Razıyam. Ümumiyyətlə İbrahimin çox yaxşı bir gol hissiyatı var. Topu hiss edir və dərhal istənilən oyunda özünə epizod yarada bilir. Bu dəfə sadəcə o bəxti gətirmədi. Oyun davam eləyir. White Wolves komandası hücuma keçmək istəyirdi. Ay, İbrahimin üzündən də oxunur ki, o zərbəni gözün qabağına gətirir. Necədir vəziyyət Fuad? Ruslan Əmircanov Sabirə ötürməsi, Sabir topu buraxır və top Rauf Əliyevə gəlir. Rauf Mahirə qarşı, Rauf çəkdi, vurdu, amma top qapıdan aralı keçdi. Black Bulls komandası davam edir hücumla. Hacı Əliyev burada mübarizə aparır, amma saxlamaq olmurdu. White Wolves'un bax bu əks hücumları ümumiyyətlə komanda bax bu taktika ilə oynayırdı və gəl etiraf eləyək ki, olduqca uğurlu bir yanaşma idi oyuna. Ramindən ötürmə ilki qapıçı da təkbətək qalır, amma bir məqamlıq elə bir hissiyat gəldi ki, qapıçı ona qarşı qayda pozisiya etmişdi, amma yox. Hər şey tərtəmiz idi. Yox idi, amma burada o özü Vüqar Nadirova qarşı və biraz elə bir ki, jivo oynamadı, Royaldan daha bir ötürmə, cərmə meydançasına və burada Rauf Əliyev! Azərbaycan Media Liqasının olduqca qısa tarixində bəlkəmdə ən fantastik gol ola bilərdi top qapıya geçsəydi, amma ən gözəl gol ola bilərdi və mən sənə deyim ki, ən azı bir 5 milyon baxış yığa bilərdi bu. Mənə elə gəlir ki, bizim izləyicilər də hal-hazırda şərhlərdə yazsın ki, bax bu gol olsaydı, bu qola neçə milyon baxış gələrdi, şərhlərini yazsaydı çox maraqlı olardı. White Wolves komandası isə daha bir hücuma çıxır. İlkin. Biraz jivoy qaqa, biraz jivoy. Çünki artıq ikinci epizoddur ki, çatmadı, amma hiss olunurdu ki, bütün oyun boyu istədik. Bizdə var olmasa da var montajorlarımız var və birinci ötürmədə offside yox idi. İkincidə də yox idi, mən belə gördüm. Aha, təşkilatçılar hal-hazırda oturub nəyisə müzakirə edirlər, deyəsən oyuna barmaq eləmək istəyirlər, amma Taleh Yüzbəyov buna icazə verməyəcək, çox güman ki. Üzündən də hiss olunur ki, çox əmindir özündən. Fuat Sasandır. Yox, Fuatla Mətin Fuat kimdir? Komandanın heyətlərinə baxırlar. Vüqar Nadirovdan Mahir Şükürova. Mahir geri çəkib pas verəcək. Yox, Mahir Sabiri dabanla keçir. Sabir getdi Piraşki dalıca. Ruslan Əmircanovu da keçir. Qapıya zərbə, amma biraz dəqiqlik çatışmadı. Mahir Şükürov bugün yaxşı oyun göstərdi və yeri gəlmişkən Sabirin də həmin o fənddən sonra boğazladı. Mən oyunu izləyən vaxtı boğazım qurumuşdu bu fəndən sonra, o ki qaldı Sabirin. Royaldan daha bir zərbə təhlükəli idi. Həqiqətən çox təhlükəli. Ümumiyyətlə Royalın bu oyunda göstərdiyi performans komandasına kifayət qədər kömək eləmişdi. Rauf göstərişlərini verir oyun əsnasında və amma kökəli var Rauf keçən oyundan nisbətən. Rauf biraz artıq çəkirdi. Maksim Medvedevdən çox fantastik pas. Royaldan ötürmə. Sabir
Sabit, sən neynədin ay Sabit? Sabit. Sabit burada baş işlətmək lazım idi. Baş işlətdin, amma təəssüflər olsun ki, o topu o başla qapıdan keçirə bilmədin. Amma çox təhlükəli epizod idi. Həqiqətən də çox təhlükəli epizod Mənə idi. bir nəfəri xatırlatdı, amma gələn buraxılışdı. 100%. Hacı burada irəliyir yenidən. Zərbəsi alınmadı. Çox intensiv bir oyun gedir hal-hazırda. Bu oyunda qalib gəlmək həqiqətən də çox vacib idi hər iki tərəfə. Fuad artıq hiss olunur ki, oyunun 22 dəqiqəsi ərzində çox yorulur. Hacının fanatları gəldilər, meydana çıxdılar. Biraz tempo öldürdülər. Məncə bu White Wolves tərəfindən edilən təxribat idi. 100% sevinir. Vüqar Nadirov. Daha bir zərbə. Yox. Bu dəfə alınmadı. Hacı burada Emini çox əla keçdi. Ötürmə olacaqmı cərmə meydançasına? Yox, Dabanla topu saxladı Məhəmmədə. Məhəmməd ötürmə edir. Lakin burada Black Bulls komandasından heç kim yox idi. Marşkurov topu yan xəttdən oyuna daxil edəcək. Mahirdən Hacıya ötürmə. Maksim Medvedev bütün bu oyun olduğu kimi həmişə öz mövqeyində, öz yerində Mahir Şükürov. Mahir bu günləri həqiqətən də şov göstərirdi. Aha, daha bir epizod. İbrahim razı deyil. İbrahim ümumiyyətlə oyun əsnasında çox bir şeydən narazı oldu. Mənə elə gəlir ki, oyunun sonunda da bunları görəcəksiniz. White Wolf komandasının əks hücumu davam eləyir. Allah, Doktor Raşiddən əla keçir. Real, daha bir zərbə. Bu dəfə qapçı Vlad bu dəfə komandasını həqiqətən də Real goldan xilas etdi. Vlad həqiqətən də çox yaxşı performans göstərirdi oyun əsnasında, amma bir məqam oldu ki, təəssüf olsun ki, orada komandası kömək ola bilmədi. Ötürmə cərmə meydançasına Küncən zərbədən və Emin deyəsən Trivellaları məşq eləyir. Emin bu oyuna hazırlaşanda deyəsən özünə individual məşqçi olaraq Quaresmanı götürmüşdü. Modric də olardı, yox? O da olar əslində. Hacı Əliyev burada təkbətək çıxar bilərdi məncə, lakin biraz ləngidir. Hacıdan əla hərəkətlər. Əla Hacı burada bir toqquşma oldu. Və düzünə qalsa bu qırmızı vərəq olmalı idi, amma hakim bu epizodda ya Hacını bağışladı, ya da ki epizodu görmədi. Fuada bax, Fuadın sürətinə bax, Fuaddan Hacıya ötürmə. Hacı cərimə meydançasına daxil ola bilmədi. Ümumiyyətlə Fuadın qaçışından keçən mövsümdən bu yana elə bir ki X2 görür, daha sürətli olub. Ola bilər. Vüqar Nadirov topladı. Ötürmə edir. Fuad topu buraxır, necə də oyunu oxuyur. Mahir Şükürov, Fuad zərbə alınmadı. 4 və 44 nömrələr arasındakı olan bu tandem təəssüflər olsun ki, məntiqi qolu gətirə bilmədi. Maksim Medvedev yenə mərkəzlə. White Wolves komandası çox mərkəzlə oynayırdı və çox rahat keçirdi sənin bütün oyun ərzində. Aha. Burada Realdan ötürmə gəlir. Ruslan Əmircanov cinahdan qoşuldu, qapçında keçdi və boş qapılara zərbə və gol! Maçın 31-ci dəqiqəsində Ruslan Əmircanov White Wolves komandasına axır ki, o çoxdan gözlənilən qolunu vurur və baxın necə sevinirlər. Amma ötürmə çox gözəl idi və Ruslan da yeri gəlmişkən çox gözəl bu topa getdi. Topa getməyi də, hətta o mövqeyə çıxmağı da əla idi. Qolu vurmağısa sözsüz. Digər kameradan da baxaq, bir dənə daha geniş görək. Burada belə çox incə ötürmə idi. Həqiqətən də çox incə ötürmə idi. Bunu həm oxumaq və bu ötürməyə uyğun hərəkət etmək. Bravo Real, bravo Ruslan. Yeri gəlmişkən qol 37-ci dəqiqədə vurdu. Mən sadəcə olaraq tələsdim. Dale deyir ki, qardaş. Şən verin oynayayım da. 100%. Oyuna Elvin İbra daxil olur. Görək bu dəyişiklik komandanın oyununa bir dəyişiklik gətirə biləcəkmi yoxsa yox.
İsmail ötürməsi, Vüqar Nadirov yenidən topladı. Hücum davam eləyir və burada Hacı topa çatmadı. Hacı topa Həm çatmadı. də oyundan kənar vəziyyətdə idi çünki hakim artıq bayrağını qaldırmışdı. Və bununla da Black Bulls və White Bulls komandaları arasındakı olan oyunun ilk hissəsi tamamlanır. İkinci hissədə görək nə baş verəcək. Biz onu onlar vurur. Yok o kafamda yok da. Zavadı bir yerdə salınması da aləm dəyib orada. Tam 5 dəfə gəldi, icazə vermir. Orada peşerçi doğru ona göre. Biraz kömək edin de arkada görürsünüz çok yükür. Komandalar ikinci hissəyə başlamaq üçün meydanda öz yerlərini tutur. Əminəm ki, ilk hissə zamanı sizin bir neçə suallarınız vardı və bu sualların cavabını indi vermək istəyirəmsə, fikir verdinizsə, meydanda bax belə gözəl xanımlarımız da var idi. Azərbaycan Media Liqasının tarixində bir ilk baş verdi. Hər 4 iştirakçı komandanın tərkibində bir qadın futbolçusu var idi ki, bu da onların oyunu, performansı və möhtəşəmliyi idi ki, həqiqətən də oğlanlarımızdan heç də geri qalmırdılar və hətta deyərdim ki, bəzi hallarda hətta bir çoxlarından daha yaxşı oynayırlar. Mujik kimi oynayırlar. Düz deyil ki? Maksim Medvedev komandaya son tapşırıqlarını verir. Yəni onun statusu, futbol biliyi və futbolda dünya görüşü onu eləməyə icazə verir. İkinci hissəyə White Wolves komandası başlayır. Ruslan Əmircanovdan ötürmə. Alina Neymətova ötürmə sola. Rəyan Əcəfovdan daha bir ötürmə. Ruslan Əmircanov. Oy oy oy. Əlinlə hara girsən Ruslan belə, girsən kənarına. Bu biraz kobuddur. Mənim fikrimcə burada biraz kobudluq var idi. Uzaqdan zərbə və qapıcı. Qapıcı topu götürdü Ruslan Əmircanov. Burada Elhad ümumiyyətlə bütün oyun əsnasında çox sərt oynayırdı. Var idi, belə bir məqam var idi. Maksim Medvedev topu görmə meydançasına göndərir və Manya Mollayeva. Topu digər tərəfə məncə göndərmək istəsə də bu qapıçıya bir ötürmək kimi də oldu. 100%. Ramin Binyaminov meydana daxil olur və mən niyə görə bu məsələni xüsusilə qeyd edirəm? Çünki irəlidə çox maraqlı məqamlar bizi gözləyir. Maqadan ötürmə, daha bir sərt toqquşma. Mən sənə deyim, bu oyunda toqquşmaların da sayı həddindən artıq çox idi. Yenə deyirəm, bu komandalar arasındakı olan bu prinsipiallıq idi. Bilməm. Çox gərginlik var. Deyəsən Vüqar Nadirovdan uzaq küncə ötürmə burada Hacı topu qəbul eləyir, cinahdan neynəyəcək? Hacı qapıya zərbə vurur, bu çox hiyləgər zərbə idi, lakin top yenə də azacıq fərqlə qapı istiqamətini tapa bilmədi. Ümumiyyətlə Black Bulls komandasının heyətində iki ən çox belə zərbə vuran yox. Black Bulls komandası qoydu qurağa çünki Rauf Əliyev cəmi meydançasına daxil olur və Ramin'i ötürmə. Ramin, sən nəyi vura bilmədin? Burada məncə penal var idi. Oy, burada penal var idi. Yəni bilərəkdən olmasa da, amma ən azından təmas var idi və Rauf Əliyev yıxıldı. Maraqlıdır ki, bu artıq ikinci Hacının epizodu idi. Birinci epizodu ümumiyyətlə qırmızı vərəqə ala bilərdi. Burada da penalti, nə bilim, deyəsən hakim biraz elə bil ki, Hacı istiqamətində mən də Hacıdan çəkinərdim və çəkinərdim. Hacıya nəinki qırmızı, heç sarı vərəqə də göstərdim. Razıyam. Nihatdan ötürmə, qapı qarşıda Ramin boş qapıya zərbə və gol! İkinci qolunu vurur, Ramin komandasının ikinci qolunu vurur və necə də sevinir. Vay, möhtəşəm emosiyalarda alazda. Ramin elə ki, bütün karyerası boyu bax bu epizodu gözləyirdi ki, hamı ilə salamlaşdı, hamı ilə qolu qeyd elədi, hamı ilə öpüşdü, qucaqlaşdı, Dibala sayadı, hər şey elədi, Cəmili də özündən çıxartdı və nəhayət göz qolunu vurdu. Cəmirdən əla rıbok. Hakimin qərarından da belə başa düşmək olur ki, qol qeydə alınmadı, çünki Nihat meydana səhv daxil olmuşdu. Çünki həm aktiv fazada idi, hücum həm də ki, əvəz etmə zamanı eyni anda White Bulls komandasının 12 futbolçusu meydanda idi ki, məhz buna görə
Cəmil orada kənarda canfəşanlıq eləyirdi və təbii ki, qol qeydə alınmalı deyildi qaydalara uyğun olaraq. Hər şey normaldır. Black Bulls komandası az qala bütün ümidlərini itirirdi, amma bəxtləri gətirdi. Nihat yenə də hücuma gedir. Rauf Əliyev. Mətindən çox yaxşı hərəkətlər meydanın mərkəzində. Birini keçdi, ikisini keçdi, ötürməsini elədi Royal ötürməsi. Ramin burada sərt idi. Həqiqətən də sərt idi. Elnur Allahverdiyeva qarşı qayda pozisiyası var deyib. Elvin İbra hal-hazırda Maksim Medvedinlə kifayət qədər amansız mübarizə girir və onu qayda pozuntusu etməyə məcburdur. Sağ ol sənə. Elvin İbra elə futbolçulardandır ki, ondan topu elə belə almaq olmur. Daha bir hücum. White komandası Alina Neymətova mərkəzdən topu ötürür Ruslan Əmircanova. Ruslan Əmircanov sağ cinahdan irəliləyir. Royaldan daha bir ötürmə. İlkin qapçı ilə təkbədə qalır. Abala, ay İlkin, biraz şıva olmaq lazımdır. Ay qardaş, bu nə zərbə idi? Bu nə zərbə idi? Hacı Əliyev mərkəzlə gedir, ötürməsini verir. Manya Mollayeva, Maksim Medvedyev keçir qapıya zərbə və bu da çox yaxın idi. Bu gol olsaydı amma da oradan möhtəşəm olardı. Çox əla bir an Həm Black olardı. Bulls'un heyətində bir comeback idi. Həm Manya Mollayevin Maksim Medvedyevi keçməsi, həm də ki zərbə. Ümumiyyətlə mənə gəlir ki, Manyanın üzündən də görsənirdi ki, o biraz özü bu epizodda biraz inanmadı özünə, amma çox möhtəşəm hücum. Oyuna yeri gəlmişkən qırmızı top daxil edilir və bu deməkdir ki, 3 dəqiqə ərzində vurulan hər bir gol 2 sayılacaq. Və bu həqiqətən də oyunun ən qızğın məqamlarıdır. Çünki Black Bulls komandası doğrudan da oyuna qayıtmalı idi. Vaxt az idi artıq. Vüqar Nadirovdan zərbə, amma yox. Top yenə də öz ünvanına çatmır. Ruslan Əmircanov mərkəzdən White Bulls komandasının hücumunu təşkil edir. Ötürmə sağ cinaha. Rəşiddən daha bir zərbə, amma yox. Elvin İbra bu zərbənin qarşısını alır. Və hal-hazırda son saniyələr qalıb ki, qırmızı top meydandan çıxır və aktiv şəkildə White Bulls komandası orada kənardan müdaxilə edir ki, avalan bu qırmızı topu çıxardı. Və bu qırmızı top riskdir. Axır ki top Ruslan Əmircanova çatdı və topu meydandan çıxartdı. Bütün White Bulls komandası belə dərindən nəfəs almağa məcbur etdi. Çünki bu dəqiqələrdə topu buraxsaydılar artıq Geri dönüş etməli çox çətindir. Özləri geri dönüş etməli olacaqdılar. İlkin Xəlil, daha bir zərbə. Yox, səhər tezdən İlkin elə bir ki, jivoyluq eləməmiş. Elə bir ki, səhər tezdən kaşa yeməmişdi. Amma İlkin Xəlil sənə deyim, bu oyunu hücumçu kimi çox yaxşı oynadı. Açılması, oyuna qoşulması həqiqətən yaxşı möhtəşəm idi. Və buna rəğmən müdafiədə də necə kömək eləyirdi. Əla. Alinadan daha bir ötürmə ünvanına çatmır. Elnur Allahverdiyev meydan mərkəzində son saniyələr artıq izləyirik. Sağ cinahda Məhəmməd ötürmə Vüqar Nadirova və qayda pozuntusu. Son saniyələrdir. Son saniyələr. Sən bunu artıq bir il öncə görmüşəm. Hətta deyərdim ki, il yarım öncə bunu görmüşük biz. Bax, məhz bu nöqtədən Dakansa komandası ilə Həddivi Bilbao komandası arasında keçirilən oyunda Vüqar Nadirov eynən bax bu nöqtədən möhtəşəm zərbə ilə, zədəli ayaqla topu qapıdan keçirmişdi, amma yox. Bu dəfə təəssüflər olsun ki, bu zərbə heç bir şeyə yaramadı və maç bitdi. Bəli. White Bulls 1-0 hesabla qələbə qazanaraq adını finala yazdırdı. Və onlar artıq səbirsizliklə öz rəqiblərini finalda gözləyirlər və möhtəşəm atmosferdə 17 may tarixində Asko Arenada hər birinizi gözləyəcək. Bir daha söz deyəcəm. Mənim qolumu niyə saymadın? Mənim qolum yox. Müəllim nə demişdi? O komandalar bilsin ki, White Wolves peraşki deyil. Ay sağ ol canım. Hələ isə bu möhtəşəm oyunu izlədiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Qeyd etmək istəyirəm ki, bu möhtəşəm oyunu ilk və son dəfə sizin üçün mən Ali Futbol və mən Tamirlan İmanov şərh etdik. Özünüzdən və yaxınlarınızdan müğayət olun. Sağ olun. Yarın finalda görüşənərək. Mən bütün sosial şəbəkə
dəqiqələrdə Azmedia Liqanın bütün videoların altında hamı da görə bilər. Yazdım ki, White Wolves finaldadır. İnşallah. İnşallah ki, finaldayım. Çempionlarla indi görüşürsün. Ayın 17'sini səbirsizlə gözləyirik. Yəni bütün kollektiv olaraq. 12-də futbola baxmağı unutmayın. Bir dənə də yarısı. 12-si biz də hamımız bir yerdə oyuna baxacaq. Görək bizim rəqibimiz kimdir. Əfsanələrimizdən. Görək kimdir rəqibimiz. Mənli qabiliyyəsi. Meydançada istədiyimiz deyil. Saxlamışdır özümüzü meydançada. Meydançada da şokların hamısı burada oturanların hamısının yanı əməyi var. Kimsə az oynadı, kimsə çox oynadı. Əsas məsələ bu takımımızın bir dənə adı var da. White Wolves. White Wolves. Yani canavarlar. O pişir nəticədə onlarla gedir. Bir, iki, üç. Valla təbrik edirəm. Təşəkkür ederiz. Əsas oldu 1-0 da olsa qələbə. Sən dedim ki 17-si biz finalda. Allah'ın köməyi ilə. İnşallah finalda da yenə. Bir dənə bol göstərərik. Sağ olun. Biz meydançada sözümüzü dedik, sən də qıraqdan sən də Ya elə bir şey mənə düşməyib, sizə düşən sizə düşməyib. Halın yanı öyle. Ты сам убирал у меня 5 футболистов? Я убрал. Ты же не блогер, да? Ты как трое осталось. Mən də onu deyirəm də, ты же не как блогер играешь, ветеран играешь, правильно? Вот отлично, я согласен. Но у него есть другой игрок, который тоже 10 лет назад, не знаю, сколько лет назад играл в профессиональный футбол. Видел это? Он же согласование, это без тебя Murat, не согласование. sen spesifik görüp sual verin. Çünki bir dənə qardaşlar qulaq verin. Bax, məsələ burada nədən ibarətdir? Bir dənə ona axıra kimi fikrimi çatdırım, ondan sonra nə istəyirsən deyirəm. Burada problem sən nədədir? Birinci problem ondan başlayır ki, səninlə Sabir, sizin komanda ilə Sabirin komandası nəyəsə görəsə, hansısa şərtlər öz arasında danışır. Kardeşim, bir tane şərtə razılaşmışıq. Ki, onda mən səninlə belə çıxır ki, sən bu olmaq ola bilmərəm. Niyə sən bir olmuşsun? Sən də çünki mən sənə güvənirəm. Sən məni sevgimiz alsın. Fankəs, beskatar. Mən onu oturub hamısını Sən o vaxt üzü olardın ki, sən mənə gəlib deyərdin ki, Məşğula Liqasına 2 nəfər deyirsən, mən indi gəlib sənə şikayət eləsəydim ki, niyə 2 nəfər ver Məşğula Liqasına? Onda sən düz deyirsən, çünki mən özüm razılaşmışam. Mən başqa problemlə danışıram. Mən də sənə eyni mən başımıza. Mən sənin başına Mən problem danışıram ki, kontraktlı 3 dənə futbol, 2 dənə kontraktlı, bir dənə də əlavə veteran futbolçu var. Başa düşdüm. Kontraktlı söhbətində yenə də sən deyirəm, Region Liqasının kontraktı. Bizə belə deməmişsiniz, və Region Liqasından da demişsiniz oyuncu oldu. Regionlar deyəsən var. Var kardeşim. Sabrə baxma tanına, bir şey ola bunu öyrən. Bu nə kontrakt? Sıfır kontrakt veriyorsun nə kontrakt? Dedi bırak mən bir həftədir ya da 10 gündür müqavilə bağladım. Müqaviləsini də göstərərlər. Ya bir həftədir ya da 10 gündür. Baxa bilərsən müqaviləsini. Var dedin, yox. Sən özün axırın söz nə oldu ki, bırak var da bilirik. Allah mən də aklın sözü başqa cür xatırlayıram. Mən də deyirəm ki, dedim yoxsan, yox sən öl, yox sən öl, yox. Nə iş verirsən? Bizim mən də deyirəm, yox, mən də deyirəm ki, yəni müqaviləsi var, reglamenti pozmusunuz. Bırak O poz. bir, o bir, o bir dənə sağlığa işin tanır olur. Bir dənə sual, yaxşı, sən deyirəm ki, səhv Mətin məsələsi. O birisi 4 nömrə. Bloggerdə, əvvəl futbolçu olub, professional. Onlarda da var da Bildiyim də, deyirəm də indi onun başı salır. Onlardan Nüqzar bloger olsa da veteran kimi oynayır. Nüqzar yox, Niko. Niko kim? Niko da o futbolist var. O elə çıxıb oynamayıb, o elə çıxıb oynamayıb. Sastavda var da qaqa. Demək qardaşım, o gələcək problemi sən mənsin. Onda bəlkə 6 dənə veteran var. Mən deyirəm sən kəsələr Çox üstü istəyirəm. Bir çox üstü. Mən indi öyrəm. Bir çox üstü. Bir çox üstü. Kapitan Fuad Tövü. Fuada denən ki, Sabir sənə 10 gün əvvəldən göstərib sastavı. Desə göstərmir, qurur haqqı mənim yerimə sözlüdür. Birbirimize suallar vermiş. Fuad mənə dedi ki, Qıvrımbaş mağazasında oynayır. Dedim, hə. Dedim, nə yaxşı oldu? Dedim, blogger. Dedim, problem yoxdur. Çağır, əgər desə problem var, Allah haqqı mən çıxarıb siz oynayın. Deyirəm, o uşaq mənə deyib ki, oynasın. Mən kapitanım, deyib oynasın da. Kapitan oldu, onunla danışmışam da. Sənlə də danışım, gedim bu varla da danışım. Neyliyim mən? Ona görə sizin aramızda danışıq nə olubsa qardaşım, mənə o var. Kontraktda olan Bir söz deyim, müqavilə qardaşım. Mən sənin çatdırma necə bildirdim ki, filan kəs kimdir? Qardaşım, mənim sastavımda nə problem olubsa, Məşğula Liqasına bağlıdır, düzdür. Onu da danışdım. Mən sənə demişəm. Biri ay sonda. Sən də mənə deyərdin. Mən işəm axı. Sən bu Mən yemişəm ki, Sabirabadla oyundan gəldim bura. Ay qardaşım, mən sastav verəndə orada baxmışam ki, Məhəmməd kimdir tanımamışam. Yazarsan ki, qardaş, Ozan kimdir? Ay solda Muhammedlə bağlı səninlə danışdıq, qardaşım. Dedim ki, məncə
Dedim səndə Mətini çağırır, ya da nə bilim kimsə Yox, çağırır. Mətin Cavad Hardasan Hardasın sən? Aynen şu oyundan əvvəl deyərsin. Var da bir də görsən momentləri. Sözləri danışırdılar deyə hər dəfə. Bax problem budur. Ya qardaşlar, gələn ikinci sezon, üçüncü sezona 2 dənə veteran qaldı. Bağlansın. Aha oyundan əvvəl bilməmişəm. Sən problemində. Mən sastavımı o ayda vermişəm o zaman. Kapitanım bilir ki, sana bir səbəb bilir. Adam bilir Soruşsun da qardaş baxsın. Ruslanın müqaviləsi sayıla bilməz. Əzizim, mən bəyaları ona görə orada sual verdim ki, Ruslan Əmircanov futbolu bitirib. Bu insan regionda oynayır, ona görə regionda profesional liqa kimi mənim şəxsi fikrəm vecbə edir. Yəni burada hansı komanda finala çıxacaq? Razısan bu ilə? Mən hansı komandaya qarşı qərəzli görürsən? Yox. İndi mən sənə faktiki olaraq sözünü deyirəm. Mənə görə regional liqası heç bir halda kontraktda olsa belə ciddi bir şey sayılmalı deyil. Niyə görə? Çünki bu profesional liqa deyil. Misal üçün, bir dənə axıra kimi. Əgər Ruslan Əmircanov indi hansısa region komandasında oynayıb, regionu keçdi, birinci divizyondan çıxdı, birinci liqaya çıxdı, gəldi Premier Liqaya çatdı ya. O insan birinci Premier Liqada oynaya bilməz. Çünki bu insan kontraktı bitirib. Yəni bunun orada verdiyi müqavilə FIFA müqaviləsi ola bilməz. Bu ola bilər xidmət müqaviləsi olsun ki, bu onun əsasında o pul ödəyir. Əgər bu pul ödəyirsə, o müqaviləni bir də Mətin xahiş edirəm. Tapsam bir dənə mənə göstər, mən prosta maraqlı. Allah bilmirəm. Yəni bu FIFA müqaviləsi ola bilməz. Vüqar dedi ki, region liqasından var uşaqlar, veteran futbolçulardır, oynayırlar falan. Biz dedik ki, region liqasında profesional müqavilə sayılır deyə onu götürə bilmərik. Kim deyib profesional deyib? Sən kim deyib o mən? Kimlə danışırsan? Kim deyib profesional? Əzizim, bax, mən sən izah edeyim də başqa şey. Bir var FIFA lisenziyası olan müqavilə, profesional müqavilə. Bir də var ki, insanlar, mən bilirəm də orada necə gedir də söhbətdə. Bu adam gəlir, mən sevdəkilər gözləyir, mən öpürəm sizi qardaşlar. Bu tut 6 dəqiqə oynamazsın. 2 dəfə girdin, salam verdin, çıxdın. Neynirəm mən İsmail, sən oynayardın. Bildim, mən də oynamaq istəyirəm. Mən də oynamaq istəyirəm. Sosyal onu gelmeyeyim. Tali Turuz zamanında İsmail'le Cavad oynuyor. Meşhurlar Medya Liga'da bırak. Medya adam oturup bıraktı, olmuşlar oynuyor. Ben size dünən də dedim ki, kardeşim, ya bunları çıxar da. Ben danışmışam, ben de şu anda karşı evde hiç oynamasın. Tali oynasın Ramin'le. Ben niye Fuat'la Zavad'la oynamalı? Ben lazımdı Fuat'la Zavad. Meşhurlar Liga'sında onlar kim gelir? Bizde de o Fuat var idi bir tane. Yani onları hiç kim tanımıyor. O zaman Zavad tanımıyor. O mavi, o gol yiyordu biraz ama ben de futbol oynuyordu. O da bak bize yine değil. Onu ben Fuat'la oynardım. Fuat geldi. Məhəmməd var bunlarda, düzdür bura. Mən sastav atan kimi dedim ki, Məhəmməd kimdir bura? Tapıqlar mənə FIFA mesajı yazdı ki, bura, heç onu bəlkə də 3 nəfər tanıyır, tanımır. Məndən xahiş edirəm, xahiş edirəm. Şurada bura, onu tutarıq. Cavab oynama. Problemi deyirəm. Bu qədər özün çıxsa konkret. Cavab oynama.